Salam dəyərli izləyicilər. Bugün paxlava hazırlayıram. Bunun üçün lazımdır bizə 700 qram un, 1 əz duz, 1 çay qaşığı quru maya, 1 çay qaşığı şəkər tozu, 1 paket vanil, 200 qram xama, 3 ədəd yumurta sarısı, 1 stəkan ilıq süd, 150 qram yağ. Bunları qarışdırıb xəmiri yoğururam və hardasa yarım saat gözlədirəm ki, xəmir biraz mayalansın. Daha sonra kündələrə ayırıram. Deməli 12 kündə hazırlayıram burada. 10 kündə eyni ölçüdə, bir kündə 250 qram, ikinci kündə isə 350 qramdan hazırlayıram. Bizim burada içliyimiz var. 400 qram üyüdülmüş, 200 qram doğranmış qoz ləpəsi, 400 qram şəkər tozu, 1 çay qaşığı hil. Xəmir kündəyə gələnə qədər şərbət hazırlayıram. 2 stəkan yarım şəkər tozu, 1 stəkan yarımdan biraz az su. Şərbət hazır olduqdan sonra sonda üzərinə çay qaşığının ucunda biraz limon tuzu da əlavə edirəm. Xəmir kündəyə düşdü. Əvvəlcə 250 qramlıq kündəni yayıram. Yağlanmış paxlava tavasına yerləşdirirəm. Lakin üzərinə içlik səpmirəm. Yenidən bir dənə də yuxa yayıb tavaya yerləşdirirəm. Hansı ki 10 dənə eyni ölçüdə balaca xırda kündə hazırlamışdım. Həmən kündələrdən yayıb ikinci qatı da sərirəm. Daha sonra içlik əlavə edirəm tavamıza. Deməli hər bir yuxanın arasına bir fincan içlik bəs eləyir. Beləliklə bütün yuxaları yaydım. Aralarına bir fincan içlik səpdim. Sonda paxlavanın üst qatını sərəndə həmən üst qatının alt hissəsinə içlik səpmirəm. Necə ki tavanın alt hissəsi 2 yuxa üst-üstə idi. Aralarında içlik yoxdur. Üst qatı da həmən formada olur. Paxlavanı gözlədirəm. Nə qədər çox gözlətsəniz bir o qədər yaxşıdır. Tam özünü tutsun. 1 saat, hətta saat yarım belə gözlədə bilərsiniz. Üst qatı tam özünü tutduqdan sonra paxlavanın formasını verib doğraya bilərsiniz. Yəni paxlavanı hazırlayan kimi doğrasanız üst qatı qopacaq, qıraqlarından qalxacaq və çox səliqəsiz bir paxlava alınacaq. Odur ki, hökmandır ki, gözləmək lazımdır. Axırıncı yuxanı da tavaya yerləşdirdim və kənarlarını qaşıqla səliqəyə saldım. Mən burada saat yarım gözlətdim bu paxlavanı. Daha sonra kəsirəm. Gördüyünüz kimi xəttkeşlə kəsirəm. Çox rahat şəkildə xəttkeşlə paxlavanın formasını kəsib vermək olur. Paxlava formasında rahat şəkildə. Eyni qaydada kəsirəm. Daha sonra gördüyünüz kimi tərs formasında. Yəni biraz çəpinə deyək xəttkeşi qoyub kəsirəm. Çox rahat şəkildə xəttkeşlə paxlavanı kəsmək olur. Yəni xəttkeş enində kəsilir. Kəsdikdən sonra bütün paxlavanın üzərini kəsdikdən sonra yumurta üzəri üçün yumurta hazırlayıram. Deməli bir yumurtanı bütöv, ikincisini isə sarısını əlavə edib süzgəcdən keçirdirəm. Daha sonra üzərinə biraz sarı rəng, bir çay qaşığı da duru yağ əlavə edib qarışdırıram yaxşı-yaxşı və paxlavanın üzərinə çəkirəm. Deməli bu yumurtanı demək olar hamısını mən paxlavanın üzərinə kislə çəkdim. Bütün xəmirə yedizdirdim bu yumurtanı. O zaman paxlavanın üzü çox parıltılı olur. Yəni heç glikoza vurmağa belə ehtiyac olmur. Çox gözəl şəkildə paxlavanın üzü parıldayır. Sonda burada hardasa 100 qram, 120 qram, təbii ki, say hesabıdır bu da. Ləpələri paxlavanın üzərinə yerləşdirirəm və 170 dərəcədə sobaya qoyuram. Biraz özünü tutduqdan sonra 1 stəkan ərinmiş kərə yağı paxlavanın üzərinə gəzdirirəm və üzərindəki bəzi kəsik yerlər yumurta çəkdikdən sonra birləşir. Odur ki, bıçaq köməkliyi ilə həmən kəsikləri yenidən açıb yağın paxlavanın aralarına keçməsinə kömək edirəm. Və yenidən sobaya yerləşdirirəm. Paxlava bişənə qədər, alt üst qızarana qədər bişirirəm. Sonda üzərinə şərbəti gəzdirirəm.
Həqiqətən o qədər gözəl, o qədər ləzzətli bir paxlava alındı ki, inanın ki, dadından doymaq olmurdu həqiqətən. İnşallah siz də bu qaydada hazırlayarsınız. Əminəm ki, çox bəyənəcəksiniz. Əgər bəyəndinizsə, bəyənmə düyməsinə toxunmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah yeni reseptlərlə, yeni videolarla kanalımda görüşənədək sağ olun.